Salam herkese. 2026. yılın trendlerini keşfetmeye devam edirik. Bugün sizinle gardırobunuzu yenileyecek daha 3 trendi bölüşürüm. Hazırsınızsa başlayalım. 1. Kvadrat burun ayakkabılar. Bu yıl küt burunlu, yeni kvadrat formalı ayakkabılar resmi olarak geri qayıdır. İster dik taban, isterse de baletka modellerinde bu kesim ayaklara hem modern hem de çok futuristik bir hava katır. Xüsusilə minimalist geyimlərlə möhtəşəm görünür. 2026. ilin renk palitrasında kabalt mavisi fırtınası əsir. Bəli, 2 nömrədə kabalt mavisi yerləşir. Bu canlı və iddialı renk həm gündəlik geyimlərdə, həm də ziyafət libaslarında özünü göstərir. Əgər hələ də dolabınızda bu renkdə bir parça yoxdursa, mütləq şans verməlisiniz. Və sonuncu, böyük kəmərlər. Bəli, zərif kəmərləri bir kənara qoyun. Bu il diqqəti bel nahiyəsinə çəkən, iri, qeyri-adi formalı və metal detallı kəmərlər trenddir. Hətta pencəklərin və paltoların üzərindən istifadə edərək stilinizi bir pillə yuxarı daşıya bilərsiniz. Sizin bu üçündən ən çox bəyəndiyiniz hansı oldu? Şərhlərdə yazın və part 2-də görüşənədək.